Kələm dolması hazırlayıram. Bükmüşəm ucu artıq. Burada da bir rəd getdim. Altında pomidorla biber qızartmışam biraz. Üzərinə duz, istiot, qırmızı biber əlavə elədim. Paprika daha doğrusu əlavə elədim və bir sloy uca getdi kələm. İndi ikinci rədə doldururam. Kələm çox böyükdür. Ona görə iki dəfəlik dolma hazırlayacağım, amma bir porsiya bişirəcəm, o biri porsiyanı isə buzluğa qoyacağım ki, qoy hazır yemək olsun. Lazım olanda çıxardaram, bişirərəm və salam. Onsuz da havalar istidir, heç axot olmur yemək bişirməyə, mətbəxdə qazın üzərində durmağa heç axot olmur. Ona görə elə bişirəcəm ki, 2 dəfəlik olsun. Hamısını bir yerdə bişirməyəcəm, çünki tez bezirik də yeməkdən, amma ara məsafə qoyanda onda oca bişirmək olar. Belə, nəysə, hazır dolmam bitdi. İndi bu yarpaqları da kəsim. Burada nə qədər farş var, hamısını dolma büküm. Qalan kələmi isə qoyacam. Növbəti farşı çıxardaram və buzluqda saxlayaram. Yəni bükəcəm də, dolmanı hazır bükəcəm və buzluğa qoyacam. Belə. Bu yəni bitməyib bu kələm, bundan hələ orada bir baş durur bütöv. Pedikür eləməyin vaxtı gəlib çatdı. Pedikürü özüm eləyirəm. Həyatımda bircə dəfə getmişdim pediküra. O da heç xoşa gəlməz bir hissdir. Heç xoşlamıram dırnağımda kimsə qurdalansın. Özümü belə qəribə hiss eləyirəm. Bir də ki, bircə dəfə gedəndə kutikulu elə kəsmişdi ki, qanadı və orada güc bəla ilə oturub axıra kimi gözləmişdim. Ondan sonra özüm hər dəfə eləyirəm, çünki mən özüm hiss eləyirəm. Dırnağı tutanda hiss eləyirəm ki, mən ətə dəyirəm, yoxsa yox. İstədiyim qədər, misal üçün, dırnağımı tuturam. Salonda, misal üçün, necə tuturlar, mən istədiyim kimi deyil də. Və ona görə, həm də ki, çoxu nəyə görə istəmirəm? Çünki orada qəribə hisslər keçirdirəm. Yəni, heç xoşuma gəlmir də. Ona görə özüm evdə eləyirəm. Nə lazımdırsa hər bir şeyim var və özüm düzəldirəm. Əslində, pedikürün vaxtı deyil, mən də sadəcə olaraq istəyirəm ki, təzəliyim də. Спасибо, мне больше нравится велосипед. Ну ты думай.
Paltar yuyan maşının təmizləməyə vaxtı gəlib çatdı. Mən həmişə paltar yuyanı necə yuyuram, təmizləyirəm daha doğrusu. İçinə biraz domestos, biraz soda, biraz uksus, biraz limon duzu əlavə eləyirəm. Barabanın içinə hər şeyi atıram və yüksək dərəcədə 95-də bunu hamısını təmizləyirəm. Bu dəfə isə belə bir məhsul almışam. Biraz skvozyak var evdə, bilmirəm külək səsi olacaq, yoxsa yox. Belə bir şey aldım, görək necə olacaq. İnşallah ki, yaxşı çıxar. Əgər bu şey yaxşı çıxsa, onda bundan sonra bunu alacağım və bunu istifadə eləyərəm. Bu da eyni qaydada, istəyirsən maşının içinə tökürsən, istəyirsən bu paraşok atsekına tökürsən və yüksək dərəcədə paltar yuyanı yuyursan. Bütöv butulkaçkanı boşaltmaq lazımdır. Mən biraz içinə tökəcəm, biraz isə paraşok yerinə bunu tökəcəm və yüksək dərəcədə bunu təmizləyəcəm. Əslində paltar yuyan maşını tez-tez yumaq lazımdır, amma mən unuduram bunu və hiss eləyəndə ki, paltardan biraz iyi gəlir və onda başlayıram bunu təmizləməyə. Dünən də paltar yummuşdum, baxdım ki, qapını açanda gördüm ki, orada belə biraz qəribə iyi gəldi və dedim, mütləq bunu yumaq lazımdır. Və belə bir şey aldım, sınayım, görüm necədir. İndi sizinlə birlikdə başlayaq paltar yuyanı təmizləməyə. İş getdi, görək nəticəsi necə olacaq, amma sizə deyim ki, onun iyisi çox qəşəngdir. Görün nə qəşəng köpükləndi, amma su hələ ki soyuqdur. Paltar yuyan yuyuldu, yoxlayaq, çox qəşəng tərtəmiz oldu, barabanım parıldayır. Ən əsasıdır ki, buralar hamısı təmizdir, bura hamısı qəşəng tərtəmiz oldu. Və ondan çox qəşəng qoxu gəlir. Barabanı açanda, qapını daha doğrusu açan kimi barabandan çox qəşəng iyi gəlir. Belə qapını açıq saxlayacağım çünki buxar var da orada qurusun. Bunu mən çox bəyəndim, çox qəşəngdir. Bundan alacağım. Onsuz da mən tez-tez barabanı yumuram. Gec yuyuram da, nə yalan deyim. Yəni ayda bir dəfə yuyuram, yox, belə bir şey məndə yoxdur. Gec yuyuram, o da hiss eləyəndə ki, artıq yumaq lazımdır və bunu istifadə eləyəcəm. Çox qəşəngdir. İstəyirsiniz siz də yoxlayın, görün. Xoşunuza gəlsə bundan alın. Qəşəngdir. Mən çox bəyəndim. Qapını açıq saxlayıram ki, təmiz qurusun. Qızların otağına gəldim və buradakı tordu, zirzibildi, tozdu, hamısını tərtəmiz yığışdırıram. Qızlar bu otaqda özləri yığışdırırlar, amma arada özüm gəlirəm və hər şeyi dağıdıb tökürəm. Təzdən hər şeyi təmizləyirəm. Pərdələri də əslində yumaq lazımdır, amma pəncərə açıqdır deyə hələ ki pərdə qoy qalsın. Nə vaxt ki pəncərəni bağlayacağam, yəqin ki sentyabr ayında olacaq. Onda hamısını düşürdəcəm. Pərdələri və onları yuyacağım. Yəni mənası yoxdur da. İndi bunları çıxartsam, yusam, 1-2 həftədən sonra yenə üstü toz olacaq. Ona görə hələ ki bu qalsın. Əslində toru təmizləmək istəyirdim. Burada dəhşət nə qədər tor yığılır. Yığırsan, 2 gündən sonra gəlib baxırsan, yenə də tor üstündə var. Bilmirəm bu hardan gəlir çıxır, amma var. Nəysə, kravatı çəkdim, matrası pilisosladım, onları hamısını çırpdım. Prostendi, sonra pakrival hamısını qəşəng çırpdım. Üstünü toz soranladım, çevirdim, o biri yüzü toz soranladım. Buranı indi polları siləcəm tərtəmiz. Pasteli yığacağım və keçəcəm bu pastelə. Bunu da həmçinin eyni qaydada hamısını tərtəmiz eləyirəm, yerinə qoyuram. Belə. Təmizlik işi məndə bitdi.
yer dəyişmə elədim. Ceyran çox xoşlayır yer dəyişmə olanda. Otağı daha çox sevməyə başlayır və xeyli vaxtı bu otaqda keçirdir. Leyli dedi ki, mənim tərəfimə dəyməyin. Ceyran isə dedi ki, burada nəsə dəyişiklik elə. Mənim də başqa bir şey beynimə gəlmədi, belə elədim. Yerlərini sadəcə dəyişdim. Düzdür, belə rahat deyil, amma mən onsuz da bu otağa gec girirəm və əsas qızların xoşuna gəlsin, onlara rahat olsun. Ceyran çox bəyəndi və belə saxlayacağam. Bu müvəqqətidir. Bu yaxınlarda böyük bir dəyişiklik olacaq bu otaqda. Ona görə bu bilmirəm neçə gün belə qalacaq və onsuz da dəyişəcəyik buranı. Həyətə düşdüm, çox istidir, dəhşət dərəcədə istidir çöldə. Mən neyniyəcəm? Deməli, bu gülü biz Lerikdən qaydanda Murad mənim üçün almışdı və bunu mən çöldə saxlayırdım. Yoldaşım onun üstündə mənə danladı ki, uşaq sənə gül aldı, sən isə bunu çöldə saxlayırsan. Mən elə bilirəm ki, bunu çöldə saxlamaq lazımdır da, yəni ev gülü deyil. Amma gündüzlər görürəm ki, bunun yarpaqları belə solur və heç özünü yaxşı hiss eləmir bu gül. Axşamları isə kölgə düşəndə yarpaqlar belə qəşəng açılır və güllər də qəşəng açılır. Ona görə dedim, yaxşı. Düz deyirsən, bunu aparım mən evə, gözümün qabağında dursun, kölgədə, sərində. Buna belə bir dipçəyə götürdüm, bunu sonra yuyacağım. Bunu çöldə tapmışdım. Getdim burada deşdim evdə. Hər tərəfli belə deşdim. Bunun altılığı da var. Gətirim, aparım evə. Bunu bura əkim və qoy yanımda dursun evdə. Bunu evdən gətirdim. Bunu neyniyəcəm? Deməli, bu çox incə bir güldür. Bunun yarpaqları hər dəfə uzandıqca tökülür də, qırılır, tökülür və hayıfdır. İstəyirəm o hardakı lap uzun tərəfləri var, onları kəsim. İçinə belə doldurum ki, bura belə qəşəng belə puşist olsun da, dolu görsənsin. Və üzərinə biraz torpaq eləyəcəm. Bu isə məndə bir dənə gül var idi, bəlkə yadınızdadır. Yarpaqlar qırmızı rəngdə idi. Bunu bura yerləşdirəcəm, həmən o gülü göstərəcəm sizə. Bu gül məndə qurudu. Birdən-birə nəsə özünü yaxşı hiss eləmədi və başladı qurumağa. Belə hayıf, eybi yox. Belə, nəysə. Gedim bu gülü bura əkim. Biz Şamaxıdan gələndə 2 balaca mişok torpaq gətirmişdik özümüzlə. Gedim o torpağı bura töküm və bu gülü bunun içinə yerləşdirim. Axşam bazarı elədik yoldaşımla, çünki mənim beynimə şaftalı mürəbbəsi girdi və mütləq bunu eləmək istəyirəm. Keçən il mən bizim ailəvi dostumuzun evində yemişdik. Çayla içmişdik, daha doğrusu şaftalı mürəbbəsi çox bəyəndim və indi elə bir ki, həmən iyisi burnuma gəldi və dedim, yox, mən bunu mütləq eləməliyəm, çünki istəyirəm. Belə getdim, şaftalı aldım. Burada 2 kilo yarımdır. Az eləyəcəm, balaca bankaları. Neçə dənə düşər, neçə dənə çıxar daha doğrusu, o qədər eləyəcəm. Yəni çoxlu eləmirəm, çünki bizdə mürəbbə elə də xoşlamırlar, elə də yemirlər. Ona görə az eləyəcəm. Bir də armud mürəbbəsi eləmək istəyirəm. Xırda armudları seçdim və bunlardan eləyəcəm. Bunlar bərkdir. 3 manata idi, bizə 2 manata vermişdilər. Şaftalı isə 4 manata idi. Axşam bazarı olduğuna görə 3 manata verdilər. Şaftalı da hamısı bərk seçdim, bərk olmalıdır. Armud da hamısı xırda və bərk seçdim. Görürsüz, az götürdüm. Burada 2 kilodur, burada 2 kilo yarım belə. Az götürmüşəm də, çünki az eləyəcəm, çünki çox eləmək istəmirəm. Bir də sonra başladım bu göyəmi yığmağa paketə. Sonra birdən yadıma düşdü ki, axı keçən il mən nə qədər kompot bağlamışdım. Məndə qış gələndə uşaqlar gedirdilər, qazlı su alırdılar, kola, fanta belə zirzibil alırdılar, amma mənim kompotlarımı içmirdilər. Çox küsmüşdüm onlardan. Dedim, daha mən bağlamayacağam kompotu. Elə orada bazarda yadıma düşdü. İstədim bunu təzədən töküm, amma dedim, yox, hayıfdır, hamısı əziləcək, pis günə düşər. Nə qədər yığmışamsa, eybi yox, bu qədər butulka bağlayaram. Yəqin ki, bu qədərdən 3 butulka çıxardım. Bunlardan da seçdim ki, hamısı bərk olsun. Çünki axşam bazarı olduğuna görə bəzi meyvələr yumuşaq olmuşdu. Belə, bundan indi tez bazar kompot bağlayayım. Bunları isə başlayayım qəşəng yuyum və qabıqlarını soyum.
Butulkaları artıq steril eləməyə başladım. Belə mən steril eləyirəm. İçinə su doldurmuşam. Üzərinə belə butulkaları düzdüm. Bu meyvəni də yudum. Oje təmizdir. Biraz burada əzik, üzüyü var idi. Onları götürdüm, seçdim. Burada hamısı bərkdir, qəşəng meyvələrdir. Mənə elə gəlir ki, bu qədər meyvədən 3 dənə butulka çıxacaq. Mən 4 dənə götürmüşəm. Eybi yox, qoy olsun. Artıq olsa əgər uzaqbaşı qırağa qoya bilərəm. Amma çatmasa təzədən aşağı düş, yu, steril elə. Hamısı vaxt aparır. Ona görə dedim qoy bir dənə artıq olsun. Belə orada ucu su qoymuşam qaynamağa. Mən qaynatmıram meyvəni. Sразу üzərinə qaynar su tökürəm, bağlayıram və üstünü bükürəm. İndi bu steril olana qədər mən şaftalını təmizləyim. Şaftalını bu qədər təmizləyə bildim. Hələ də davam eləyirəm. Bunlar ucu steril oldu butulkalar. İndi bura meyvə üzərinə eləyəcəm və 1 stəkan şəkər. Ben karışık çıkacağım. Bismillah. Şaftalını təmizlədim, çekiyə vurdum, baxdım, rovno 2 kilodur. Kilo 800 şəkər bura əlavə eləyəcəm. Şaftalını doğradım, altında şəkərdir və indi bir yarım stəkan su əlavə eləyəcəm və qazın üzərinə göndərəcəm. Armud da ucu hazırdır, belə deşdim hamısını ki, içinə də soku getsin, şirinliyi. Burada 1 kilo 100 armuddur və şəkər 1 kilo elədim. İndi başlayacağım bunu bişirməyə. Mürəbbəm artıq hazırdır. Armud, bir belə banka alındı 750 qramlıq, bir dənə də belə 350 qramlıq banka alındı. Bu isə şaftalı mürəbbəsi, 2 dənə 750 qramlıq banka çıxdı məndə. Bu da ikinci, belə qəşəng. Bir də mənim kompotlarım dünən bağlamışdım. Artıq ucu soyudu və aşağı aparmaq olar. 3 belə butulka göyəm kompotu. Görürsünüz, rəngi nə qəşəng qıpqırmızı oldu. Və buna hamısı 16 manat pul xərcləmişdim. Mənə elə gəlir ki, bu çox qənaətdir. Bir banka mürəbbəsi mənə çox maraqlıdır. Görəsən neçə olacaq marketdə. Mütləq baxacağam. Armud mürəbbəsi və şaftalı mürəbbəsi 750 qramlıq bankada görüm neçəyədir. Və onu da biləcəm ki, mən qənaət elədim, yoxsa yox. Amma 100% bilirəm ki, qənaət eləmişəm. Belə. Bu qədər.
Ceyran xanım özünə pedikür eləyir. Yəqin bu uşağın dabanı çatlayıb ona görə. Hə Ceyran, dabanın çatlayıb sənin. Ona görə pedikür eləyirsən özünə. Elə yazıq uşaq. Bizim isə gül açılıb, buna baxın. Nə qəşəng gül açıldı. Mənim axırıncı farşım. Daha ətim yoxdur, bitdi. Soyuducunu təmiz boşaldıram. Buzluğu daha doğrusu, daha orada ətimiz yoxdur. Bir dənə bu qaldı. Bunu da belə qızardıram. Bu məndə içliyi olacaq. Nəyin içliyi? Bunun yarısını pizza hazırlamaq istəyirəm. Pizzanın üzərinə eləyəcəm və yarısını bu vermişelin üzərinə padlivka kimi olacaq məndə. Vermişel уже hazırdır. Unutdum ki, bunun üzərinə nə tökəcəyik biz. Ondan sonra farşı çıxartdım və belə naçinka hazırlayıram. Soğanla belə qəşəng qızardım. İndi pomidoru rəndəliyim, üzərinə töküm. Və salam və qəşəng bunu bişirim. Uşaqlarımı yedizdirim. Qalan ətdən isə pizza hazırlayım. Pizza niyə hazırlayıram? Çünki soyuducuda məndə qalanski pendir qaldı. Bilmirəm harda işlədim onu, necə işlədim və ağlıma ancaq pizza gəldi. Ona görə indi bunu belə işlədəcəm. Gedim tez xəmir qoyum və başlayım xəmirə. Ceyranla birlikdə buzlu latte hazırladıq. Görək nə dadır bu. Nəysə, latte çox dadlı idi. Mən ancaq bir damcı dadına baxa bildim. Uşaqlar da gəldilər, biraz dadına güya baxdılar və baxın belə dadına baxıblar. Mənə boş stəkan verdilər. Axırıncı balaca xalçamız qaldı. Bu qızların otağındadır. Stolun altındaydı. Çox xoşlamıram mən bu xalçanı. Çünki bunun bütün bu tüklər tökülür. Əsəb keçirdirəm. Məndən olsa bunu ataram. Bunu biz Temudan almışdıq. Amma qızlar icazə vermirlər. Deyir, bu çox qəşəngli, belə puşisti xalçadır. Ona görə saxlayıram. Bir dənə bunu yuyum. Ən son məqamda yadıma düşdü ki, bütün xalçaları yumuşuq, amma bunu saxladıq. İndi bunu yuyum. Onsuz da balacadır. Həm də parçası elədir ki, tez quruyacaq. Bunu qəşəng şotka ilə təmizləyim o biri tərəfində və sonra su ilə qəşəng tərtəmiz yuyum. Aparım asım. Məncə bu tez quruyacaq. Belə olacaq indi tərtəmiz. Молодец, умничка. Hamıya çox maraqlıdır. Bu itin son halı necə olacaq? Yəni biz rayona gedəndə Botsmanın axırı nə olacaq? Ördəklərin axırı nə olacaq? Hamı çox maraqlanır. Tez-tez yazırlar. Narahat olmayın. Bunları da yerləşdirəcəyik. Bizim yaxşı bir qohumlarımız var, hansı ki dedilər, gətirin Botsmanı bizə, biz ona baxacağıq, biz olmayan vaxta qədər. Botsmanı, bir də ördəklərimizi. Ona görə biz rahat kəndə gedə bilərik. Bir ay qala bilərik kənddə. Çünki bizim heyvanlarımız yiyəsiz qalmayacaqlar. Hər kəsə salam. Növbəti gündən sizi salamlayıram. Bugün bizim Bakıda axırıncı günümüzdür. Səhər tezdən blinçik hazırlayıram. Çünki soyuducunu təmiz boşaltmaq istəyirəm. Orada nə varsa hamısını boşaldım. Çünki biz gedəndə işığı, hər bir şeyi opşi söndürüb gedirik və soyuducunu indi boşaltmaq lazımdır ki, rahat söndürə bilək. Orada da süd tapmışam. İndi tez uşaqlara blinçik hazırlayım. Sonra səhər tezdən bəzi soyuducunun polkalarını yumuşam. Hələ davam eləyirəm. İş çoxdur, dəhşət dərəcədə işimiz çoxdur. İnşallah ki, çatdırarıq. Tez uşaqlara zavtraq hazırlayım və keçim yenə soyuducunu təmizləyim. Qutarım bu işi. Yadınızdadır, sizə göstərmişdim, yarpaqlarım qalmışdı artıq və sizsiz bükdüm, dolma elədim. Bir belə böyük paket oldu.
Və bunları indi bura düzəcəm. Burada soyuducuda nə tapmışam, onu üstünə yığdım. Bu biberdir, pomidordur. Qızartmayacağım çünki vaxtım yoxdur. İndi bunu tez üzərinə belə qoyacağam səliqəli və yarım stəkan su əlavə edəcəm və göndərəcəm bişməyə. Belə, bu məndə hazır yemək. Belə hazır olanda çox rahat olur mənə. Bir də ki, buzluğu boşaldıram deyə nə varsa hər şeyi bişirəcəm bugün ki, soyuducu boşalsın. Arxa fonda Leyli orada iş görür, öz şkafını sökür. Evet, onu düzelttik. Что? Bu yerden yiyelim. Tabii ya, kocaman. Hı hı. En pis halda biz